Herkes salam Kripto Azərbaycan izləyiciləri yeni bir video ilə daha qarşınızdayım. Dostlarım, xatırlayırsınızsa sizlərlə təqribi bir ay öncə bir siqnal valyutasına daxil olmuşduq. Yəni əlbəttə ki, ümumi bazar dibə vurduğu üçün bu kripto valyutanın da qiymətində geri çəkilmələr normaldır. Ki bu siqnalı artıq bizimlə bərabər Kripto Azərbaycan kanalı ilə kanalının izləyiciləri toplamda 98 nəfərin qoşulduğunu gördüm. Yəni ümumilikdə bizim 25 min dollar verib satın aldığımız kripto valyutaya 98 nəfər adam günü bu günə kimi qoşulub. Yəni istər istəməz insansız da indi aranızda narahat olanlar olur. Bunun qiymətinin düşməsi ilə bağlı. İlk öncə bunu deyim ki, bazardakı bir çox valyutaya baxsaz, hal-hazırda sizin giriş etdiyiniz yerdən görəcəksiniz ki, digər valyutalardan ən stoykalı bir sözlə öz qiymət səviyyəsini qoruyub saxlayan valyutalardan hal-hazırda biridir. Yəni sizin son girdiyiniz söhbət siqnaldan gedir. Və gəlin dostlarım, bu şəkildə düşünəyin. Yəni ki, bu kripto valyuta bazarında hamımız altcoin sezonunu gözləyirik. Yəni bu reallıq olan bir şeydir. Ancaq bu bazarda elə valyutalar var ki, altcoin sezonunu gözləməyinə ehtiyac qalmır. Başa düşdünüz? Yəni bunun da bazarda biz bir çox dəfə şahid olmuşuq. Sizlər də görmüsünüz, mən də görmüşəm. Sizlər də qazanmışsınız, mən də qazanmışam. Eynən itki olduğu kimi, qazanc olduğu kimi, yəni bunların hamısını bir sözlə biz görə-görə gəlmişik. Ekstradan dostlarım, indi Ethereum var, bazarda Bitcoin var, Solana var, BNB var. Baxın, gəlin bu şəkildə düşünün. İndi bir valyutaya daxil olmusunuz, ona yatırım etmişsiniz. Məsəl üçün, Ethereum valyutası. Görürsünüz, zamanında bunun ön satışı, Ethereum ön satışı nə qədər idi? 34 sent. Yəni düşün, sadəcə bir Ethereum'un dəyəri 34 sent idi. Sən 34 sent verərək bir Ethereum satın almış olurdun. İndi sənin daxil olduğun bu siqnal elə bir siqnaldır ki, Ethereum'u necə milyardlıq şirkətlər arxasında durduqdan sonra, Ethereum öz blokçeynini inkişaf etdirdikdən sonra 100 milyardlarla dollar dəyərində, baxın buradan da görə bilərsiniz, hal-hazırda ümumi market kəpi 346 milyard dollardır. Və bunun qiymətinin qalması baxın burada 2015 göstərir. Yəni 2015-in 8-ci və ya 7-ci ayında səhv etmirəmsə Ethereum'un ön satışı olmuşdu. Baxın buralardan. Ya 7-ci aydı mı, 8-ci aydı mı? Yəni ki, zamanla Ethereum gəldi, yəni təqribi 5000 dollara qədər yüksəldi. Qiymət 34 sentdən 5000 dollara vurdu. Yəni burada sizlərə demək istədiyim budur ki, zamanında Ethereum insanlara bir Ethereum 34 sentdən təklif edirdi. Və qoşulduğunuz proyektlər, qoşulduğunuz siqnallar, yəni ən qoşulduğunuz siqnalların içində ən piki sadəcə və sadəcə ən son Pərvinlə də videosunu çəkdiyimiz siqnal idi. Ki, indinin özündə də uşaqlar qoşula bilərsiniz, hələ də gec deyil. Baxın, o valyutanın mən sizə buradan bunu çatdırmaq istəyirəm. Altcoin sezonuna belə ehtiyacı yoxdur. Çünki onun 100 milyardlarla dollar dəyərində olan şirkətlərlə görəcəyi işbirliklərində, yəni onun rahat şəkildə deyirəm market kəpi 1 milyard, 2 milyard, 3 milyard, 5 milyard dollarlara qədər alacaq. Başa düşdünüz? Yəni ki, o hal-hazırda o qoşulduğunuz baxın siqnal sizə təklif edir ki, məsəl üçün, eynən Ethereum'dakı kimi, gəl məni bu qiymətdən 5 sentdən, 10 sentdən, 20 sentdən, gəl məni bu qiymətdən mən bu şirkətlərlə hələ ki müqaviləmi bağlamadan, hələ ki bunlarla bir iş birliyi görmədən
Gəl mənim hissələrimi 5-10 sent civarlarından satın al. Əgər qazanacağıqsa bir yerdə qazanacağıq, itirəcəyiksə də bir yerdə itirəcəyik. Ancaq burada itirmə ehtimalının artıq bu siqnala qoşulanlar da bunu bilir. Çünki onunla əlaqəli 19 dəqiqə 50 saniyəlik bir video hazırlamışam. O siqnala qoşulan insanların bir çoxu təbii ki bunu dərk etdi. Yəni ortalama mən sizə deyim, 10-15 nəfər dərk etmədi. Yəni 10-15 nəfərin verdiyi suallara falan baxıram, həqiqətən görürəm ki, yəni siqnal proyekt düzgün proyektdir. Ancaq indi var da indi bunu tam səmimi qəlbimlə deyirəm ki, düzgün adama qismət olmayıb. Başa düşdünüz? Yəni burada Ethereum-u, Solana'nı və ya digər valyutaları bazarda ən parlaq bildiyiniz blokçeynə sahib olan valyutaların özü belə o proyekti dəstəkləyir bugün. O proyektə yatırımları var bugün. Başa düşdünüz? Və onu bu kriptovalyuta bazarında dostlarım, yəni bu günlərim nə qədər əsəbləşsək, nə qədər necə deyim, düşüşlər oldu, o oldu, bu oldu. İstər-istəməz də baxma, pul yedir. Pul yedəndə insan əsəbləşir. Yəni burada edə biləcəyimiz sadəcə və sadəcə nədir? Əsəbləşməkdir. Qorxu indeksi dibə vurduqca istər-istəməz bizdə də qorxular yaranır. Bu olur, o olur, yəni sözümün canı. Yoldaşlar, bu işin həqiqi mənada təməli səbirdir, o öz yerində. Ancaq bugün düşünün ki, Ethereum-u qaydımısınız il 2015-ci ildir. Sizə Ethereum-u 34 sentdən təklif edirlər. Vallahi billahi evinizi də satıb qoyarsınız. Çünki bu gələcəkdən artıq sizin 10 il qabaqdan xəbəriniz var. Baxın, sadəcə 10 il. 10 ilə 34 sentdən Ethereum qalxdı 2874 dollar da hal-hazırda dəyəri 5000 dollara qalxdı. İndi mən bilirsiniz sizə nə demək istəyirəm? Bəziləriniz deyirsiniz, bu uzun müddətdir, bu odur, bu budur. Yaxşı. 2015-də var idin də, düzdürmü? Sağ idin. Əlin, qolun, nə bilim, başın, ağzın, burnun hamısı yerində idi. Düzdürmü? Hal-hazırda 2025-dir. Neynəmsən? Yəni bu 10 il ərzində sadəcə və sadəcə özünə sual ver. Nəyi, nə etmisən? Nəsə edə bilmirsən? Bax, gəl tam səmimi danışaq da. İndi bəziləriniz deyir, 5 il gözləmək, məsəl üçün 3 il gözləmək, 2 il gözləmək, belə. Yəni çoxdur, uzundur, odur, budur. Yoldaşlar, bir reallıq var ki, yəni Azərbaycanda bir çoxumuz 500-1000 manata işlərdə işləyirik. Yəni indi mənim sırf sahəm kripto olsa da, indi mənim ətrafımı biz də bilirik. Yəni ortalama ən yüksək maaşı alanlar 1000 manat arasındadır. O 1000 manat pulun içində də sizin yeməyiniz, içməyiniz, nə bilim, toyunuz, xeyriniz, şəriniz hamısı var. Düzdürmü? Yəni bu günlərim, bugün bu kriptoya risk etməyən adamlar, məsəl üçün mən siqnal deyirəm, ağız dolusu. Həqiqətən ən rahat olduğum siqnallardan biridir. Bunu belə, necə deyim, satın almayan adamlar 5 ildən sonra nə olacaq? Eyni adam olacaq. Başa düşdünüz? Eyni maaş, eyni həyat, eyni yol, eyni məsafə. Ancaq var da, bax, mənim kriptoya öz olan inancımı deyirəm sizə. Bilirəm ki, var da, burada ani moment həyatınızı dəyişə bilərsiniz. Gəlin söhbəti çox uzatmadan o siqnala qoşulanlara da buradan bunu çatdırım ki, yəni o valyutanın, qoşulduğunuz o siqnalın hər hansı bir boğa sezonuna və ya altcoin sezonuna ehtiyacı yoxdur. Yəni bunu ilk öncə biləsiniz. Çünki o şirkətlər onunla müqaviləsini bağladıqdan sonra onun market qəpinə ciddi miqdarlarda pul axını olunacaq. Və biz də bunları, mən də bunları və ya mən bu siqnalı götürdüyüm yer, bunlar bizə bunu hər hansı bir şəkildə boşuna demir. Bunu
gözlə görəcəyimiz, əllə tutacağımız sübutlarla deyir. Bunları sübutların əsasında biz də sizlərə təqdim edirik. Yəni bu günlərin ona görə 98 nəfərsiz indi siqnala qoşulan. Yəni çox ürəyiniz rahat olsun ki, o valyuta sizin əlinizdədir. O valyutaya sizin yatırımınız var. Mən o valyutaya ümumilikdə 250 nəfər adamı qoşduqdan sonra o valyutanın girişinə stop verəcəm. Ancaq buradan bunu bütün inancımla deyirəm ki, addım atıb o siqnala qoşulan hər kəs, baxın hər kəs, bəlkə də bu həyatda ilk dəfədir ki, ən düzgün qərar verənlərdən biridir. Yəni qısaca mən sizə bunu bu şəkildə deyə bilərəm. Yəni bu kriptovalyuta bazarında düşünün ki, sizlər yeni bir XRP tapırsınız, yeni bir Ethereum tapırsınız, yeni bir Bitcoin tapırsınız. Başa düşdünüz? Yəni bu indi qurban olma Allah'a, hər şeyi Allah bilər. Yəni xeyirlisi nədirsə o olsun. Ancaq bu valyutanın göstəriciləri bizə bunu göstərir ki, bu valyutanın dəyəri 1000 qatından çox dəyərlənəcək. Yəni burada sənin birin 1000 olma ehtimalı daha yüksəkdir. Bax bunu bu şəkildə deyim sənə. Yəni həqiqətən uşaqlar, bax bu günlərin kriptovalyutalar var ki, bazarda. Məsəl üçün Ethereum'dur, XRP'dir, BNB'dir, Solana'dır. Bunlar zamanında insanları milyonçu ediblər. Yəni düşünün sadəcə və sadəcə 2009, 2010, 2008-ci ildə Bitcoin yaranıb, 2009-da bazara çıxıb və sadəcə toplamda tutsaz bu günlərin Bitcoin milyarderləri və milyonçuların nə qədərdir? Yəni zamanında alanlardan gedir söhbət. Ortalama nə qədər? 100-150 nəfər civarında. Yəni 8 milyard bu dünyada insan yaşayır. Hal-hazırda 8 milyarddan da çoxdur. Yəni 8 milyarddan sadəcə bu fikrə inanan Bitcoin'in, yəni Satoshi Nakamoto'nun fikrinə inanan insanlar Bitcoin'i zamanında 1 sentdən aldı. 1-2 sent civarlarından aldılar. İndi düşünün, 1 sentdən aldıqları Bitcoin 87 min dollardır və 125 min dollara qədər, 124 min dollara qədər yüksəlmişdi. Başa düşdünüz? Yəni onlar da 2009-cu ildə risk etdilər. Ethereum'a qoşulanlar da 2015-ci ildə risk etdilər. XRP'yə qoşulanlar da 11 il öncə risk etdilər. Bu işin başı riskdir. Yəni siz burada bir fikri dəstəkləyirsiniz. Əgər o fikir tutursa, siz milyonlarla, bəli, yatırdığınız xırda məbləğlə milyonlarla dollar qazanırsınız. Bu həqiqətən belədir. Yəni kriptovalyutaya bax, mən niyə görə bu qədər əsəb, stres içində olsam da hər zaman kriptonun içindəyəm. Çünki bilirəm ki, gələcək gördüyünüz bu sistemin üzərində qurulub. Kağız pulların bir sözlə yox olub yerini virtual pullara verəcək bir dünyaya keçid edirik. Və bu dünyanı hər kəsdən qabaq kəşf etməyimiz, yəni bizə daha çoxunu qazandıracaq. Başa düşdünüz? Necə ki 2010-cu ildə və ya 2009-cu ildə Bitcoin 1 sent idisə, bugün Bitcoin'i tanıdıqca insanlar Bitcoin'in qiyməti 125 min dollara qədər yüksəldi. Başa düşdünüz? Yəni ona görə qısaca inancınızı kriptovalyutaya qarşı itirməyin. Bəli, çox oyunlar olacaq. Burada çox yaxşı özlərini proyekt kimi göstərib, sonradan batan proyektlər olacaq. Yəni qarşınıza bir sözlə də çox əngəllər çıxacaq. Ancaq bu o demək deyil ki, xəyallarından vazgeçəsən. Eynən bayaq dediyim kimi. Yəni burada həyatını dəyişmə ehtimalın daha yüksəkdir. Videomuz bu qədər idi dostlarım. Bəyənərək siz də Kripto Azərbaycan kanalına dəstək ola bilərsiniz. Yəni bu videonu ona görə çəkdim ki, ürəyiniz o siqnaldan rahat olsun. Ki necə ki mənim ürəyim bu dəqiqə
o siqnalda buz kimidir. Sağ olun, hələlik.